Hayday izləyiciləri, bu günlərim Haydayda olan yeniliklərlə qarşınızdayıq. Yəni yeniliklər haqqında danışacağıq. Nə yeniliklər var? Mahallə derbisi gəlib. Mahallə dostluq etkinliyi davam edir. Kamyon təslimatlarını 2x XP verir. Bir də ki, görəv etkinliklərində yerinə yetirir. Görəv etkinlikləri də ki, bu gedir. Deməli, burada verilən görevləri yerinə yetiririk və hədiyyələr qazanırıq. Mən bu görevləri yerinə yetirib hədiyyə qazanmışam. Məsələn, baxın, bu görevi yerinə yetirmişəm. Ona görə hədiyyə qazanacağam. Az qalıb. 170, 320 olanda hədiyyə qazanacağam. Belə də sonuna qədər də hədiyyələr burada var. Daha sonra mahalle derbisidir. Derbi yeni başlayıb. Biz həcələ oynamamışıq. İnşallah ki oynayarıq. Pis olan görevləri silək. Göndərək. Öz görevimizi də özüm oynayam. Tez bitsin. Belə. Tasarımı da sizə demişdim təbii ki. Tasarımda oylama gəlibdi. Mənim tasarım 67 nəfər bəyənib büyüdü. İndi tasarımları bəyənək. Hansı tasarımı istəyiriksə o tasarımları bəyənək. Biz bəyənsək belə deyim də bizim tasarımımızı bəyənənlər. Ona görə tasarımları bəyənək. Burada heç içine yoxdur, elə bil. Bəyənməyə üstün tuturam. Bu arada deyim, tasarım sahil tasarım festivaliydi. Yəni sahil kənarı tasarlayırdıq. Belə tasarım qutardı, oylama qutardı. Biz də oylamaya görə hədiyyəmizi alaq. Belə davam edir. Daha sonra nələr var onu deyim sizə. Yəni bunu da dedim. Burada da görevlərimiz gəlib yeni bunları yerinə yetiririk. Belə də bir də gündəlik oyunlardır. Oynuyoruz. Baxın, 2 görev yerinə yetirdim. Al yazılıb. Və 650 hədiyyəmizi aldıq ki, bu gəldi. İndi dökümcüdən bax hazırdır. Bunu da aldıq. Göstərim sizə. Olduq 750. Yəni belə oyun davam edir. 3 derbi görevini tamamlamaq gəldi. Yəni ki belə. Əziz izləyicilər, siz də oynayın. Diqqət yetirin. Hazır alsın. Daha sonra ihtiyacımız olan, vacib olan onları hamısını qoyaq hazırlamağa Allah'ın izniyle. Belə. Mən də sizə olanları göstərirəm. Demək, gəmini çağıraq. Gəlsin, gəmini göndərək. Burada da yetişmiş tərəvəzlərimiz var. İstifadə olunur ona görə. Mən də hal-hazırda bu ikisi yoxdur ki, yəni burada var. İndi mən bu ağaçlardan dərib onu gəmimi göndərəcəm. Bu qədər. İkinci gəmini göndəririk, derbi düşək.
Belə. Yeni gemi gələnə qədər görürsünüz. Bir də ki, məndə Tomum aktivdir. Tom mənə durmağına 15 dəqiqə var. Tamam, Tom yatsın. Yatsın, dursun. Onu da göndərək. Kömək eləsin. Nə yoxdursa burada hazırlamağa çatıra bilmədiyimi Tom vasitəsilə gətirərəm. Belə davam edir. İlk olanlardan hər şey hazırlamağa davam edir. Bura nə aslında kimi tövsiyə edirəm hər zaman. Əhli biberlər əkim. Yağ istifadə edir. Bitdi ona görə. Maşallah yumurta da heç cürə çatdırmaq olmur. Belə davam edirik. Görək günləri ücretsiz hədiyələrdən burada nələr var. Ücretsiz hədiyələr götürmüşdük. Yadıma düşdü. Deməli, əziz izləyicilər, bunu da son olaraq sizə deyim ki, hal-hazırda belə derbini falan oynayırıq. Hər şey belədir. Yeniliklər haqqında sizə məlumat verdim və bunun əvvəlki oyunda biz bir yarışma başlatmışıq. Bir farmpa çəkilişi var. Yəni kim yorum yazıb, abunə olub, bəyənsə, təbii ki, buradakı farmpas hədiyələrini alıb onlara hədiyyə eləyəcəyik həmin insana, bir nəfərə. Və yaxud da ki, buradakı farmpas bu insanın öz seçimidir. Yəni belə deyim ki, o videoda da dedim, məlumatınız olsun. Gələn videolarda daha yaxşı yeniliklərlə qarşınızdayım. Olarıq inşallah. Videoya abunə olub, bəyənib, yorum yazmağı unutmayın.